Taala əql verib ki, əqlin vasitəsilə nə etsin? Nəfsani istəkləri məhar eləsin. Abdullah ibn Sənan İmam Sadiq əleyhissalamdan soruşur ki, ya ibn Rəsulullah, mələikələr fəzilətlidir, üstündür, yoxsa Adəm övladı? Həzrət Sadiq əleyhissalam deyir ki, Həzrət Əli əleyhissalam deyir ki, Allah Taala mələikələrə əql verib, şəhvət verməyib, heyvanlara şəhvət verib, əql verməyib və insanlara hər ikisini verib. Hər kim onun əqli şəhvətinə qələbə çalsa, bu mələikədən də üstün bir dənə varlıqdır. İnsan ki, ağlının hökmü ilə öz nəfsani istəklərin boğa, bu mələikədən də üstündür. Niyə görə? Çünki mələikədə şəhvət yoxdur ki, məsələn, ağlı ona qələbə çalsın ta üstün olsun. Mələikədə ancaq ağıldır. Bir nəfər gələ onun şəhvəti ağlına qələbə çala. Həzrət Əli əleyhissalam buyurur ki, heyvandan da aşağı səviyyədədir. Bu istəklər ki, lazım və zəruri istəklərdir. Amma bu istəklər gərək nə olsun? Kontrol olunsun. Müqəddəs şəriət deyir ki, bunlar nə ifrat olmalıdır, nə təfrit. Yəni tətil olunmamalıdır və ifrat da olunmamalıdır. Bunlar hamısı lazım və zəruri istəklərdir, amma bunları kontrol eləmək lazımdır. Nə ifrat olsun, nə təfrit olsun.